Salam əziz dostlar, yenə Brain Ring'də görüşürük. İctimai Televiziyanın efirində Brain Ring'in 27-ci mövsümü və bugün aprel ayının finalıdır. 10 ildən çox bizimlə olduğuna və verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə böyük təşəkkürümüz var. Bizim oyunlar Dənizkənarı Bulvar İdarəsi ərazisində erişən Crystal Hall'dan yayımdadır və verilişimizin baş sponsoru bu mövsümdə də NAR-dır. Bugün müstəqil hakimimiz, baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr üzrə meneceri Anar Məsimovdur və DJ pultu arxasında DJ Maksimi görürəm. Dəstək qrupumuzu salamlayıram. Komandalarımızın əsas tərəfdaşı Flash qrupudur və Flash qrupu komandalarımızı həmişə dəstəkləməyə hazırdır. Xatırladıram ki, biz NAR Kuboku uğrunda yarışlar keçiririk və dəyişməyən baş sponsorumuz NAR Kubokunun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın fürsətdən istifadə edib Martın çempionu Göyçayın NAR Plus komandasını salamlayıram. Eyni zamanda bugünkü oyunumuzun 3 iştirakçısına da böyük salam düşür. Bu NAR-dır, Norm Sement komandasıdır və Naxçıvan komandasıdır. Qalır finalda, aprel ayının finalında bircə boş yer və o bir boş yer uğrunda mübarizə elə indi şans oyunuyla başlayır. Şans oyunun qaydalarına görə komandalar iki masa ətrafında toplanır və hər komanda üzvü öz yoldaşlarını masaya gətirmək istəyir. Bu fürsət əlbəttə ki, çox önəmlidir. Çünki olub ki, hansısa komanda ayın finalına, şans oyunundan çıxsın və ayın çempionuna çevrilsin. NAR Plus komandası, Göyçay NAR Plus komandası bu fürsətdən də yararlanmaq istəyir. Çünki bu ayda çempion olduqları təqdirdə onlar əlbəttə ki, böyük üstünlük əldə edəcəklər. Kubok uğrunda yarışlarda rəqiblərinin sayını azaldacaqlar. Komandalar öz yerini tutub və biz başlaya bilərik. Dostlar, mən sizə əsərlər deyəcəm, siz mənə onun müəllifini. Sarıköynə ilə Valihin nağılı. Vaxt. Qırmızı masada Five Start, yaşıl masa düşünür. Buyurun. Bakı komandası Canan İlyas Əfəndiyev. Odur, tamamilə doğrudur. Və beləcə qırmızı masa ətrafındakı komandalar düyməsixanı bu məsələdə günahkar bilərək tribunalara qayıdırlar. İndi isə qırmızı masa yaşıl masaya qarşı. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Vaxt. Yaşıl masa cavab verir. Emil Yusublu, Sumqayıt, Manaf Süleymanov. Odur, tamamilə doğrudur. Bir komanda qalacaq və gəlin görək hansı masa arxasında. Diqqət. Otel otağı. Vaxt. İşıq yaşıl masada yandı, buyurun. Goranboy komandası Xəyal Səfərli, Anar. Anar tamamilə doğrudur. Sumqayıt komandası bu fürsəti əldən verir. Və iki komanda qalıb gördüyünüz kimi görək hansı biri finalda oynayacaq. Diqqət. Od gəlini. Vaxt. İşıq qırmızı masada yandı. Goranboy komandası Xəyal Səfərli, Cəfər Cabbarlı. Doğrudur və Goranboy Gənclər Şəhəri 2026 qırmızı masa arxasında özünə yer edir. Xəyal Səfərli, Mahmud Mustafayev, Rəvan Mürsəlov, Qənirə Rızazadə, Şahin Məmmədov və komandanın kapitanı Anar Əliyev öz yerlərini alırlar. Beləliklə, aprel ayının finalında oynayacaq komanda bilindi. Digər üçü isə əvvəlcədən məlum idi. NAR, Norm Sement və Naxçıvan komandalarının oyun kartları ilə mən müstəqil hakim Anar müəllimə yaxınlaşacağam ki, o seçim etsin. Beləliklə, Goranboy komandasının rəqibi sizcə kim olmalıdır? Hansında yazılır? Bəli? Hansında nar yazılır? Bunu demək çətindir deyə elə gözü bağlı seçim edəcəksiniz. Norm Sement komandasını yaşıl masa arxasına dəvət edirəm. Növbəti seçim döyüşünün iştirakçıları isə Naxçıvan və NAR olacaq. Norm Sement, Cavid Məmmədov, Qədir Bağırov, Elnur Qasımzadə, Şahmurad Məmmədov, Bəhruz Şabılı və komandanın kapitanı Mireydər Həmzəyevdir. Gəlin görək onlar Goranboy Gənclər Paytaxtı 2026 komandasına qarşı bu seçim döyüşünü necə keçirəcəklər. Aprel ayının finalının ilk döyüşü 0-0 hesabı ilə başlayır. Hesab ilk sualdan sonra bir xal vəd olunur deyə orada açılacaq. Gəlin görək o suala kim cavab verəcək. Bir sıra jurnalistlərin fikrincə Qızıl Top mükafatının hansı nominasiyasında intriqa ən azdır? Vaxt. Buyurun, Norm Sement komandası. Qədir Bağırov.
Qadınlar arasında. Xeyr, elə deyil. Qədir masadan qalxmalı olur. Qalan vaxt Goranboy Gənclər Paytaxtı komandasının. Qızıl top. Qızıl. Düyməyə bax, sən düyməyə bax. Hakimə zada verirlər. Qapçılar olur, qapçılar. Bir qapçı başqa. Qapçı bəlkə qapçı futbol yediyinə görə verirlər. Ola bilər, yoxsa Düyməyə bax, düyməyə bax. Qapçılar ayrılır. Sən Rəvana verirsən qapçı. Anar, cavab haqqını kimə verəcəksiniz? Salam Fatih, bu suala Mahmud Mustafayev cavab verəcək. Salam Fatih, ola bilsin ki, qapçılar arasında da var və qapçılar arasında da. Yox, bu mükafatı ən güclü çempionatlarda ən çox qol vuran qazanır. Buna görə də qalib öncədən bilinir. Herd Müller mükafatından söhbət gedir. Növbəti sual 2 xala qədər artır. Yeri gəlmişkən növbəti qızıl top mükafatını alarkən Aytana Bonmati demişdi ki, çoxsaylı mükafatları olmasına baxmayaraq qızıl top onun üçün bir mükafatdan daha artıqdır. Bəs Aytana Bonmati hansı futbol klubunda çıxış edir? Vaxt. Norm Siment. Elnur Qasımzadə. Bunu dəqiq bilirəm, Barselonadır. Odur, 2-0. Barcelona klubunun şüarlarından biri də belədir. Bir klubdan daha artıq. Növbəti sual, yenə bir xal. 1984-cü ildə Almaniyalı yüngül atlet Uwe Honun atdığı nizə əvvəlki rekorddan 5 metr uzağa sancıldı. Beynəlxalq Federasiya başa düşdü ki, çox çəkməyəcək ki, idmançılar bundan da uzağı hədəf götürəcəklər. Problem odur ki, meydançanı böyütməsən artıq tamaşaçılar zədə ala bilər və meydançanı böyütsən bir gün yarışlar artıq açıq sahədə keçməli olacaq. Söhbəti uzatmayaq. Nəticədə bu hal öz həllini necə tapdı? Vaxt. Artırdılar. Nizəni çəkini artırdılar. Şamurad Məmmədov. Buyursun. Bəlkə nizənin çəkisini artırıblar ki. Xeyr. Masadan qalxmalı olursunuz. hadisə elə idi ki, kameramanı az qala çatırdı, kameraman vurulması. İkinci saniyədə Ona görə ola bilər ki, Qalan vaxt kameraman rəqəmə. yığışdırıb şeylə çəkirlər. Həll eləmək istəyir. Problem necə həll oldu? Kameraman yığışdırırlar da dronla zatla çəkilir ya da kamera hərəkətli deyil. Bəlkə tamaşaçıları yığışdırıblar o ki, tamaşaçısız ediblər də. Yox, niyə tamaşaçısız Tor edirlər, tor çəkirlər bəlkə. Tor neyzəni tutmaq lazım. Ya da kamera hərəkətli kamera olur. Bu suala Rəvan Mösərov cavab Buyursun. verməyə çalışacaq. Bu ola bilsin ki, kameramanın təhlükə altına atırdı. Ona görə də artıq kameraman yox, orada dronla çəkiliş həyata keçirilirdi. Yox, yenə deyirəm, söhbət nizə ilə əlaqəli idi və nizənin ağırlıq mərkəzi dəyişdirildi. Növbəti sual 2 xal dəyərində. Hesabı bərabərləşdirmək şansı var. Goranboy Gənclər Paytaxtı komandası görün nə inirsiniz? Hansı filmin baş qəhrəmanı Elliot'un soyadı Taylor idi? Vaxt. Buyurun. Cavid Məmmədov. Cavid eşidirəm sizi. E.T. filmi geldiler. Bu İngilizce adı Spielberg'in filmi E.T. Spielberg'in məşhur Extraterrestrial, qısaca E.T. adlı filminin personajının insanları filmin adı ilə eyniliyi təşkil edirdi. 4-0 Cavid komandasına hesabda böyük üstünlüyü təmin edir və gəlin görək bu hal nə qədər uzun davam edəcək. Pentimento İtalyan dilindən tərcümədə peşmanlıq deməkdir. İzah etməyə çalışın. Rəssamlara münasibətdə istifadə edilən pentimento termini nəyi bildirir? Vaxt. Kidabo. Buyurun. Deməli, rəssamlar pentimentodur ki, bir əsər çəkməyə başlayır, sonradan peşman olur. Yəni, əsərin ilkin versiyası. Sonradan o əsər üzərində dəyişiklik aparır. Pentimento isə birinci versiyadır. Baxır, peşman olur, nəyəsə dəyişir. Pentimento isə birinci versiyasıdır rəsmin. Yox. Rəqiblər düşünür. Mən də əslində onun kimi ifadə edirəm. Elə bir hansısa da... Bəlkə rəsmin əsas çəkilişində şey Yox, atması ola bilməm. Elə ki, rəsm çəkilir, rəsm üzərində də müəyyən təzədən dəyişiklik olur. Onun üzərində həm rəsm. Anar, buyurun. General Rızazadə üçün sual təkrar zəhmət olmasa. Rəssamlara münasibətdə istifadə edilən pentimento terminini izah etməlisiniz. O İtalyan dilindən tərcümədə peşmanlıq mənasını verir. Salam Fatih.
əslində rəqiblərlə eyni versiyanı fikirləşirdik. Sadəcə bunu əsaslandırmaq üçün elə bir rəssam şəkli çəkir və şəkil üzərində də müəyyən dəyişikliklər aparmağa ehtiyac duyulur. Və bundan sonra da onu üzərində müəyyən dəyişiklik aparır və həmin rəssam üzərində dəyişiklik aparır. Pentimentoda dedik 5. 5 nə? 5-ci dəyişiklik. Üstündə bir neçə dəfə dəyişiklik aparır. Yox, nə odur, nə də budur. Yəni pentimento ümumiyyətlə bir rəsm əsərində bir şeyi çəkməyi planlaşdırırsan, sonra fikrini dəyişirsən, tamam başqa şey çəkməyə başlayırsan. Bax bunun necə deyirlər adıdır. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Nəyə görə astronom Herschel Masa dağı bürcünü səhra adlandırırdı? Vaxt. 2-də vur. Buyurun. Çünki Masa dağı Afrikadadır ona görə. Yox, elə deyil. Goranboy Gənclər Evi 2026 düşünür. Bəlkə bu Marsın adıdır, zadıdır. Bəlkə Marsın peyki zadıdır. Məsələn, Elə bir şey təbii ki, yağıntı düşmür. Ən sadə. Oraya ümumiyyətlə yağıntı düşür. Masa dağı bürcü dedi. Masa dağı bürcü dedi. Yağıntı düşmür ola bilər. Ulduzsa yəqin ki, bəlkə Marsın peyki Başqa şey, obyektiv ulduz yoxdur bəlkə. Bu sualda Anar komandanızın hansı üzvü cavab vermək hüququ əldə edir? Xəyal səfərinin versiyası var, qoy səsləndirsin. Nəyə görə astronom Herschel Masa dağı bürcünü səhra adlandırırdı? Yəqin ki, ona yaxın başqa bir obyekt yox idi, ona görə o tək idi bir növ. Yox, astronoma ilk növbədə ulduzlar maraqlıdır və bu bürcdə isə görünən ulduz çox azdır. Növbəti sualın dəyəri qalxır. İndi 3 xal oynanılır. 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci il dönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdi. Həmin markaların üzərində nəyin mətnini görmək mümkün idi? Vaxt. İşıq yaşılmasa da yandı. Şahmurat Məmmədov. Buyursun. Azərbaycan himninin. 7-0 hesabı ilə Norm Sement komandası bu döyüşdən qalib ayrılır və yenidən 2 final döyüşünə qayıtmaq üçün özünə yer təmin edir. İndi növbəti döyüş, növbəti seçim döyüşündə isə 2 komandanın adını görürük. Onlardan biri Nardır və mən onları yaşıl masaya dəvət edirəm. Əhməd Əliyev, Akif Məhrəmov, Rıza Dadaşzadə, Rəşad Əliyev, Toğrul Qurbanlı və komandanın kapitanı Fərid Rzayev yaşıl masa arxasında yer alırlar. Keçən həftə parlaq oyunu ilə yadda qalmış Naxçıvan isə qırmızı masaya dəvət olunur. Emil Şəfzadə, Kazım Süleymanov, Nurlan Əhmədov, Mahmud Hüseynov, Asiman Cabbarova və komandanın kapitanı Çingiz Ağayev dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Naxçıvanlara qarşı və bu döyüşdən görək qalib kim çıxacaq? Qalib komanda Norm Sement komandasına qarşı döyüşəcək. Diqqət! Argonavtlar asminoqların xüsusi növüdür. Onların dişiləri erkəklərdən 600 dəfə ağır olur. Üstəlik, erkəklərdən fərqli olaraq onlar içinə yerləşə biləcəkləri boyda çanaq yarada bilirlər. Bu çanağa hansı halda ehtiyac yaranır? Vaxt. Nar kim cavab verir? Rıza Dadaşzadə. Buyursun. Hamilə olan vaxtı, yəqin ki. Bəli, bala vermə dövründə 1-0. 1-0 tamamilə doğrudur. Bu, əlbəttə ki, gələcək övladlarını və özünü müdafiə etməyin bir yoludur. Növbəti sual. Almaniyada Ronçelli adlanan bir sirk tamaşalarında holoqramdan istifadə etməyə başlamışlar. Bunun səbəbini izah edin. Vaxt. Nar, buyurun. Bu suala Rəşad Əliyev cavab verəcək. İlk saniyədir, Rəşad, səhv etməyin. Ümid edirəm ki, səhv etmərəm. Holoqramdan ona görə istifadə edirlər ki, sirkdə heyvanlar olmalıdır. Ancaq Avropanın bir çox yerində indi heyvanlara sirkdə istifadə etməyə qadağa qoyulub. Get-gedə artan heyvan hüquqları ilə mübarizə aparan tamaşaçılarını itirməməyə çalışırlar və bu yolla əsl heyvanlara zərər vurulmur. Tamamilə doğrudur. Növbəti sual. Çingiz, siz musiqi ilə məşğul olmusunuz? Yox, yəni... Fərid, bəs siz? Təəssüf ki, yox. Ötən əsrin ortalarında Steinway şirkəti ənənəvi pianodan istifadə edilən metalın 10% istifadə edilməklə asan daşına bilən kompakt pianolar hazırlamaq barədə Amerika Birləşmiş Ştatları hökumətindən sifariş almışdı. Bu pianoların təyinatı nə idi? Vaxt. Nar. Gəlin fərz edək ki, kosmosa göndərmək üçün.
Komanda oyunu kapitansız davam etdirəcək. Səhv edirsiniz. Naxçıvan düşünür. Təyyarədə falan aparır, şeydir. Hərbi və yaxud da gəmilər söhbət edir, ağırlıq sualtı qayıqlar falan şeydir. İndi mən təkrarladıb özüm qulaq asacağım, baxacağım, onu uyğun çevirəm. Buyurun. Mənim üçün təkrar edə bilərsiniz bir daha zəhmət olmasa? Ötən əsrin ortalarında Steinway şirkətinin Amerika Birləşmiş Ştatları hökumətindən aldığı sifarişdə deyilirdi ki, metalın 10% istifadə edilməklə asan daşına bilən kompakt pianolar lazımdır. Bu pianoların təyinatı nə idi? Fikirləşək ki, bu adətən daha yüngüldürsə, yəni ağır çəki limiti olan bir yerdədir. Başqa yerlərə aparmaq üçün istifadə olunur. Bu da hərbi təyinatdır ki, əskərlər başqa yerlərdə də əskərlərə moral verəndə çala bilsinlər və uzaqlara aparmaq rahat olsun. Eynən elə 2-1. Bəli, hökumətin sifarişi məhz bununla bağlı idi. Əhsən, çox yaxşı. Çox yaxşı. Akif, siz kapitan kürsüsündə bundan əvvəl də olmusunuz. İndi narda kapitan olmaq necə bir hissdir? Bax, indi bu anda. Açığı deyim ki, kapitan olmaq hissi çox yaşamışam, ancaq oyun oynamaq daha zövqlüdür. Yəni əlavə məsuliyyətdir, belə əlavə bir artısı yox. Sizə bu lazım idi? İkisində yox. Hər halda Fəridin sayəsində yenidən o kürsüyə keçməli olursunuz və mənim sualım var bir xal dəyərində. İmperator Huaydi Çin tarixində əsir götürülən birinci imperatordur. Yerli xalq isə bu hadisə ilə barışa bilmirdi. Əsir olan Huaydi düşmən tərəfindən öldürülənə qədər onun qardaşı oğlu Mindi 2 il imperator titulunu daşımışdı. Bəs Mindinin titulunun əmisindən fərqi nə idi? Vaxt. Körpə imperatoru, bala imperatoru. Barışa bilmir, əvəz edir. Bu qalır, bunun necəsə dəyişməlidir? Naxçıvan komandası? Bu hadisə ilə barışmayıblarsa, yəqin ki, imperatoru da tam olaraq imperator qəbul eləmirlər, gözləyirlər ki, qayıtlasın. Bəlkə əvəz edici imperator kimi bir adı var idi ki, yəni imperator deyil, bu əvəz edici imperatordur ki, orijinal imperatorumuz hələ də qayıdacaq. Belə ümidləri var. Çinlilər düşünürdülər ki, Huaydi əsirlikdən qurtulacaq və yenidən imperatorluğa qayıdacaq. Ona görə onlar Mindiyə imperator vəzifələrini müvəqqəti icra edən titulunu vermişdilər. Hesab bərabərləşdi. Nar kapitansız başqa cür oynamağa başladı. Rəqib onlara çatır. Akif, nə vaxtsa kruizə çıxmısınızmı? Təəssüf ki, yox. Çingiz, siz belə bir şey arzuluyursunuzmu? Arzuluyuram, bəli. Hazır olun. Kruiz gəmilərində eyni anda 10 nəfərə bəs edəcək xüsusi otaqlar var və hər il ümumilikdə təxminən 200 nəfər bu otağa ehtiyac duyur. Söhbət hansı otaqdan gedir? Vaxt. Naxçıvan düyməni sıxdı, buyurun. Bu yenə risk eləyəcəm, amma bunu oxumuşam bir çox yerdə. Bu kruzlarda hər il neçə nəfər ölür və bunlar morq otaqlarıdır böyük ehtimal. Gəmilərdə çoxlu morq otaqları olur. Hər ildə 200 nəfər qəbul edici saydı, məncə qəbul edilən saydı. 3-2 tamamilə doğrudur. Uzun səfərlərdə olduğu üçün bəzən səyahət zamanı ölüm halları baş verir. Ona görə də kruiz gəmilərində morqlara ehtiyac yaranır. Növbəti sual. Akif, bəs yəni kruizə çıxmamısınız, amma əminəm ki, Abşeron yarımadasında bu və digər kəndlərdə olmuşsunuz da. Bəli. Mərdəkan Şüvəlan yolunu getmişsiniz? Bəli, getmişəm. Əvvəllər Mərdəkandan Şüvəlana getmək üçün Bakıdan gələnlər indiki bu Yesenin küçəsi ilə hərəkət eləmirlər. Yəni Mərdəkan kəndinin içinə daxil olurdular. Dolambac yolla gedib çatırdılar Şüvəlana. Öz bağına gedəndə kənd cəmaatını narahat etməmək məqsədi ilə ötən əsrin əvvəlində bir nəfər köməkçi yol çəkdirir. Sonradan Yesenin küçəsi adlandırılan bu küçə hal-hazırda bu iki kəndi birləşdirən əsas yoldur. Sizcə bu yolu kim çəkdirib? Vaxt. Nar, buyurun. Rıza Dadaşzadə. Murtuza Muxtarov. Xeyr, yanılırsınız. Masadan qalxmalı olursunuz. Naxçıvan düşünür. Yesenin tanımıram da mən. Yesenin ədəbiyyat burada, yəni ədəbiyyat Şəmə Əsədbəyev də ola bilər. Çünki o da ədəbiyyatçılara gedirdi. Şəmə Əsədbəyev var idi. O da ola bilər. Amma Mərdəkandan kimsə var ki, özü gəlmək üçün istifadə etsin. Sağ evi ola bilər hamısının. Çünki meşə qırağıdır. Eşidirəm sizi. Fikirləşək ki, bəlkə bu Hacı Zeynalabdin Tağıyevdir. Olur, 4-2. Özdə o buna razılığı kənd ağsaqqallarından almışdı.
Əslində bu kimlərinsə torpağı idi. O adamlar da razılıq vermişdilər ki, yox, əgər sən bu qədər düşüncəli davranırsansa, biz səndən bunun pulunu almarıq, tək ki yol olsun. Maraqlı başqa bir fakt isə, onu deməyəcəm, onu bəlkə növbəti sualda deyərəm. Növbəti sual. Tamam başqa mövzuda sizi sınayacağıq. 2025-ci ilin iyulunda BMT xərclərin azadılması və fəaliyyətin səmərəliliyinin artırılması yollarına əsas olunmuş bir hesabat dərc etdi. Hesabatda təşkilat belə bir nəticəyə gəldi ki, demək olar ki, heç kim nəyi oxumur? Vaxt. Nar, buyurun. Əhməd Əliyev. Əhməd, risk Yəni, edir. onlar həmin o hesabatları çıxardırlar, o yazılan məlumatları, dataları heç kim oxumur. Yəni, Bəli, BMT hesabatlarını onlar deyir ki, heç kim oxumur. 4-3. Hesab arasında fərq azaldı. Naxçıvan, bu bir çağırışdır, bu bir məqamdır ki, istifadə edəsiniz. Növbəti sual. 1803-cü ildə ölümcül xəstəlikdən əziyyət çəkən Immanuel Kant bir ay var, onu tərifləmişdi. Bu hansı ay idi və niyə Kant onu tərifləyirdi? Vaxt. Buyurun. Bu da sizə faiz start. Bu da sizə faiz start. Düyməsxan masa arxasında qalmaq üçün dördçü nişandan imtina edir. Qalan vaxt Naxçıvanın. Çingiz. Bu ölümcül xəstəlikdən əziyyət çəkirsə artıq və bütün günü əziyyətli keçirsə, bunun üçün hər şeyin tez keçməsi daha məqbuldur. Yəqin ki, fevral təflici bu da xırdadır, tez gəlsin. Tam doğru cavab! Naxçıvan komandası masa arxasında qala bilir. Qırmızı masada, o qırmızı masa bu həftə də onlara düşür və onlar rəqiblərini gözləyirlər. Norm Sement komandası birinci seçim döyüşündən bu döyüşə vəsiqə əldə etmişdi. Buyurun, gəlin. Cavid Məmmədov, Qədir Bağırov, Elnur Qasımzadə, Şahmurad Məmmədov, Bəhruz Şabalı və Mir Heydər Həmzəyev öz yerlərini yaşıl masa arxasında alırlar. Belə ki, onlar aprel ayının çempionu adı uğrunda mübarizə aparacaqlar. Hər iki komanda iki final döyüşündən sonra bu adı qazanmaq üçün yarışacaq. Bu mərhələdə mənim onlara bir nəfəs dərmək üçün vaxt verməliyəm və bu vaxtı musiqili time-outla keçirəcək. Siz də baxın, qonağımız Tofiq Həsənsoydur. Qarşılayın. Bilirdim ışıklı gelecek, senle gelecek. Ama zulmet karanlık idi acı gerçek. Elimi isitmir ellerin, isidir elçek. Ben indi senle olan vaxtdan daha gencəm. Təzə dəli kimi sevə-sevə özümü uçurumdan attım. İndi istəsən hər şeyin üstündən xət çək. Məni belə vecsiz səninlə yaşadıklarım etdi məncə. Məsum sərkə, sən xəlicək.
İctimai televiziyanın efirində Brain Ringə baxırsınız və bizim verilişin baş sponsoru NAR-dır. Yaxşı xəbər var, artıq çox danışmaq, çox yazışmaq və çox paylaşmaq üçün çox ödəməyə ehtiyac yoxdur. Bunun bir həlli tapılıb. NAR-ın yeni sərfəli tariflərində SMS-lərdə gələr gigabaytlar, pulsuz WhatsApp, Facebook, Instagram, TikTok, roaming bonusları aşıb daşır. Məsələn, bir çoxlarının seçimi olan sərfəli 3.5 tarifində ölkə daxili zənglər üçün 250 dəqiqə, 80 SMS, 3.5 gigabayt və bütün bunlar hamısı cəmi 6 manat 77 qəpiyə. Bəli, qoşulmaq üçün sərfəli yazıb 777-yə göndərməyiniz bəs edir. Ətraflı məlumatı NAR Plus tətbiqindən və nar.az səhifəsindən əldə edə bilərsiniz. Bugün müstəqil hakimimiz, baş sponsorumuz olan NAR-ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Anar Məsimovdur və hal-hazırda qırmızı masa ətrafında gördüyünüz kimi Naxçıvan komandası əyləşib, yaşıl masa ətrafında isə Norm Sement komandası. Bugün qalib gələcək komanda ayın finalında daha doğrusu ayın çempionu adını qazanır və uyğun olaraq da aprel ayının çempionlarına NAR hədiyyələr hazırlayıb. Hər zaman olduğu kimi baş sponsorumuz NAR ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. NAR sənə ən yaxın. NAR 4G nişanı da bir hədiyyədir və bu düymə sıxanlara indi çox böyük üstünlüyü verə bilər. Bir tərəfdə Bəhruz Şabılı, digər tərəfdə isə Asiman Cabbarova. Görək 4G nişanı kimindir? Düyməni birinci sıxanın. Diqqət, vaxt. Yox, olmadı. Asiman fay start elədi. Mən Bəhruza 4G qədər sürətli olmağı arzu edirəm. Bu onun ilk nişanıdır. Daha doğrusu ilk nişanı deyil, amma indi bir nişanı olduğunu görürük. Beləliklə, 5 xala qədər 2 final döyüşünə başlayırıq. Birinci döyüşümüz 0-0 hesabı ilə açılır. Danimarkalı nağıl müəllifi Hans Christian Andersen'in azı 150 fotosu günümüzə qədər gəlib çatıb. Niyə o bu fotoların demək olar ki, hamısını sağ profildən çəkdirib? Vaxt. Naxçıvan. Emil cavab verməyə çalışacaq. Bəlkə onun da sol qulağı yox idi. Yox. Norm Sement düşünür. Yox, fotoğrafı qoyuldu belə dəfə də belə çəksin. Bəlkə çapqılı ağrıdır. Bəlkə nəyinsə üzərinə şey olması üçün, möhür olması üçün, ya pul üçün, nə bilim. Xoşu gəlmir, vermə cavab çıxacaq ki, o bir tərəfindən xoşu gəlsin. Bəlkə pul yesin. Buyurun, kimə cavab haqqı verəcəksiniz? Cavid üçün mümkünsə təkrar edərsiniz. Hans Christian Andersen'in 150 fotosu günümüzə qədər gəlib çatıb. Niyə o bu fotoların demək olar ki, hamısında sağ profildən şəkil çəkdirib? Yəni, üzünün sol hissəsində olan müəyyən defektlər, qüsurlar, çapıqlar səbəbindən həmişə sağ tərəfdən gözəl görünən hissəsini göstərmək istəyirdi. Yox, onun üzündə heç bir qüsur yox idi. Bəzən hər şey çox sadədir. O elə düşünürdü ki, sadəcə sağ profildən daha yaraşıqlı düşür. Növbəti sual 2 xal dəyərində. Şəfəq Əlibəyli xatırlayır ki, ötən əsrin 50-ci illərində atası Ənvər Əlibəyli və Tofiq Quliyevin birgə yazdıqları mahnıda nə üçün məhz bu qadın adının istifadə edilməsi sualına cavab verərkən Ənvər müəllim adın 3 hecahlı olmasını əsas gətirmişdi. Söhbət hansı addan gedir? Vaxt. Bilmir yox, Ənvər yazıb yoxsa yox. Tofiq Quliyevin mahnısı. Hansı bir əsərdə olmalı? Buyurun. Kim cavab edir? Eşidirəm sizi. Zübeydə. Axı, sanki son anda siz başqa cavab vermək istəyirsiniz. Olur da, indi dəyişirəm fikirlərimi. Zibeydə, doğru cavab 2-0. Sağ ol Maksim, təşəkkürlər. Maksimdəki mahnı haqqında sual vermədə o saat hardansa tapır səsləndirir. Təşəkkürlər. Goodfellas filminin çəkilişləri əsnasında Robert De Niro qumar səhnəsində saxta pulların verdiyi hissiyatı bəyənməmiş və çəkilişdən imtina etmişdi. Rejissor çəkilişlərin davam etməsi üçün nə etmişdi? Vaxt. Norm Sement. Qədir Bağırov. Buyursun. Rejissor real pullar təşkil etmişdi ki, çəkiliş meydançasında olsun. Yəni gətirmişdi özü. Siz nə vaxt əlinizdə saxta pul tutmusunuz? Bəli. Hansının iyi daha yaxşıdır? İyləməmişəm. Bəs ötürdüyü təəssürata pul da iyi vermir. Ötürdüyü təəssürata gəldikdə? Təəssürata gəldikdə əlbəttə real pul daha lazımlıdır deyə
Mən indi soruşmayacağım cibinizdə nə qədər pul var. Yoxdur. Çünki doğrudan? Hamısı kartdadır. Aydındır. Növbəti sual. Bir xallıq sual. Hə, düz cavabdır. Onun fikrini, başınız qarışdı söhbətə, cavab isə doğru idi. Çingiz, keyfiniz necə körlanıb? Nə məsələdir? Yox, həmişə daldan gəlmək, comebacklərdə yaxşıyıq. Yəni buna görə keyfimiz qaçmaz. Aydındır. Çingiz, siz harda oxumusunuz? Naxçıvanda Dövlət Universitetində. Hansı ixtisası? Melorasiya su təsərrüfatı və tikintisi mühəndisliyi. Tələbəlik illərində Tit Lucrezi Carr'ın əşyaların təbiəti haqqında poemasına aludə olan fransız şairi Jean-Baptiste Molière nə etdi? Vaxt. Uşağın adı Tit qoyur. Əşyaların nəyi? Əşyaların A priori bir şey, əsər. Onun deyil amma Lucrezi. Diplomi iş yazdı o şey. Jean-Baptiste Molière. Doğrudan şey diplom işi ola bilər. Çünki tələbəlik illəri falan. Diplom işi yazdı. Sən mənim. Naxçıvan komandası buyurun. Bəlkə elə həmin mövzuda diplom işi yazıb. Yox, elə olmayıb. Norm Sement düşünür. Niyə soruşsun ki? Oxuyub sonra latın dili bilir də. Əzbərliyir. Universitet niyə soruşsun? Molière o əsəri fransız dilinə tərcümə elədi. Bəli elədi. 4-0. Çingiz, nar üzərində əldə etdiyiniz qələbə ilə kifayətlənmək lazım deyil. Daha bir güclü komanda ilə üz-üzəsiz. Norm Sement 4-0. Onlar sizə bunu sübut edir. Sübut edin ki, elə deyil. Siz də zəif komanda deyilsiniz. Rejissor Eldar Quliyev Nizami filminin sınaq çəkilişlərində başqa aktyorları yoxlasa da sonda dahi şairin obrazını yaratmaq üçün Müslüm Maqamayevi seçməyinin səbəbini necə açıqlamışdı? Vaxt. Oxumaq ola bilər. Ola bilər ki, oxumaq ola bilər. Norm Sement komandası kim cavab verəcək? Elnur öz versiyasını desin. Ola bilsin ki, xarici görünüşü onun rəsminə bənzəyib. Yox. Naxçıvan düşünür. Əsərlərini bəlkə əzbər bilir. Əsərlərin yaxşı bilir. Musiqidə səsləndirəndə, şeirlərin səsləndirəndə. Bir də belə bir şey deyib. Müslüm Maqamayev mühəndis. Bəlkə deyib ki, musiqilərini mən oxuyaram. Yəni elə bir şey. Şeirləri səsləndirəndə. Mənim üçün zəhmət olmasa təkrarlaya bilərsiniz. Eldar Quliyev Nizami filminin sınaq çəkilişlərində başqa aktyorları yoxlasa da sonda öz seçimini Müslüm Maqamayev üzərində saxlamağının səbəbini necə izah edirdi? Deyirdi bəlkə bir aktyorla həm də filmin musiqilərini də oxumağa adam tapıram. Həm aktyor tapıram, həm musiqilər üçün də adam tapıram. Düz buyurursunuz ki, o zaman Müslüm Maqamayev SSR-nin ən məşhur ifaçılarından biri idi. Amma rejissor düşünmüşdü ki, tamaşaçıların bir qismi məhz Müslümə görə filmə baxmağa can atar və bununla da nəticədə Nizamini, ədəbiyyatımızı, tariximizi daha çox insana tanıtmış olar. Sualın dəyəri qalxdı, 2 xal oynanılır. Sabit Rəhmanın bir hekayəsində 1922-ci ildə rayonlardan birində quldur dəstəsinin başçısı Ərəboğlu ləqəbli bir şəxsi yaxalamaq üçün rayonda göstəriləcək bir tamaşanın adını Ərəboğlu kimi dəyişdirmişdilər ki, o bunu eşidib tamaşaya hücum edəndə qulduru orada həbs eləsinlər. Həmin vaxt hansı tamaşa oynanılırdı? Vaxt. Ərəboğlu yaxşı deyil. Naxçıvan komandası? Aha. Nurlan cavab verəcək. Əmin deyiləm elə bir tamaşa var ya, yox, olsun Oqtaylıoğlu. Yox, elə deyil. Norm Sement düşünür. 20-ci ildə Ərəbzəngi bax, postlar Şah İsmayıldadır. Şah İsmayıl. Söz ola bilər. Şah İsmayıl, Ərəbzəngi. Ərəbzəngi o da qadındır. Qadındır, kişi paltarlı. O vaxt olar ki, Şah İsmayıl'la bağlı tamaşa. Otello bəlkə uşaq Otello. O da qəşəng. Otello. Eşidirəm sizi. Otello. Otello doğru cavabdır. Və bu qələbədir. Birinci döyüşdən qalib Norm Sement komandası seçilir. Cavid Məmmədov, Qədir Bağırov, Elnur Qasımzadə, Şahmurad Məmmədov, Bəhruz Şabılı və Mireydər Həmzəyev bu qələbəni özlərinə təmin etdilər. Daha bir qələbə onları aprel ayının çempionu edəcək. Alınar yoxsa yox bilmirəm. Görəsən kubok uğrunda Göyçayınlar Plus komandasından başqa kim mübarizə aparacaq? Naxçıvan yoxsa Norm Sement? İndi bu məqamda mən bilirəm ki, siz də oynamaq istəyirsiniz və ona görə də sizi X sosial şəbəkəsinə dəvət edirəm. Narın oradakı hesabında bir sual yerləşdirilib. O sualı doğru cavablandırıb siz də hədiyyə qazana bilərsiniz. X sosial şəbəkəsində Narın hesabını axtarın.
Azərbaycanda qadın rəqslərində əsasən bədənin birisi də yuxarı hissəsi, qollar, çiyinlər, baş hərəkətləri olur və bir də göz-qaşın üstünlüyü var. Rəqslərin tarixindən danışılan bir kitabda bunun səbəbi kimi nə göstərilir? Vaxt. Norm Sement komandası kim cavab verəcək? İlk saniyədir. Qədir Bağırov. Buyurun. Ola bilsin ki, onlar belə uzun donda olurdular və ayaqları zaten görünmürdü, həm də ki, ilişib yıxıla bilərdilər. Elədir ki, var. 1-0. Keçmişdə qadınların uzun paltarları həqiqətən də ayaq hərəkətlərini görməyə heç bir imkan yaratmırdı. Növbəti sual. Serebral paralişdən əziyyət çəkən Kristi Brown avtobiografiyasında yazır ki, əvvəlcə şəkil, it, qapı, oturacaq və s. bu kimi şeylərin şəkillərini çəkməyə başlamışdı. Niyə o məhz bu şeyləri çəkirdi? Vaxt. Buyurun, Norm Sement komandası. Yəni o iflic idi. Yəni bir yerdə qalırdı, sabit bir yerdə qalırdı. Ona görə düşünürəm ki, gördükləri şeylərin rəsmini çəkirdi. Yəni o saydıqlarınızı görürdü deyə onların rəsmini çəkirdi. 2-0. Bəli, elədir ki, var. Naxçıvan komandası bu final döyüşlərindən hələ bir xalda götürə bilməyib. Mən soruşmaq istəyirəm, hamı Norm Sementə azarkeşlik edir? Naxçıvanın azarkeşləri kimlərdir? Çingiz, başa düşürsünüz dəstəyi? Hiss edirsiniz bu dəstəyi? Qalır bircə Asimanın düyməni vaxtında sıxması. Efiopiyalılar üçün bir söz var. Fərənci və ya fərənci, necəsə belə deyirlər. Bu, yad, anlaşılmayan və qəribə şeylər barədədir. Fərənci bizi, lakin başqa qəbilədən olan Afrikalı, Ərəb ya da Hindu deyil. Bəs fərəncin əsas göstəricisi nədir? Vaxt. Norm Sement, buyurun. Qədir Bağırov. Buyursun. Ağ, yəni ağ dəvli. Dəri rəngi əhəmiyyət kəsb edir. Bəli, bütün dəri rəngi ağ və daha açıq olan hamı yaddır. Bunun özü də bir rasizmdir. Növbəti sual. Sovet dövründə Azərbaycan Dövlət Universitetində Matezis adlı tələbə elmi cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyətin əsas məqsədlərindən biri fizikanı və başqa nəyi yaxşı qavrayan tələbələrin aşkar olunması idi. Vaxt. Yenə Norm Sement, buyurun, kim cavab verir? Qədir Bağırov. Riyaziyyat. Bəli, riyaziyyat 4-0 adından da göründüyü kimi cəmiyyətin adının ilk hecasında onun fəaliyyətinin həm də riyaziyyatla bağlı olduğu bəlli olur. Görəsən bu döyüş elə belə də bitəcək. Mən hiss edirəm ki, Maksim də çaşbaş qalıb və Naxçıvan komandasına necəsə kömək edə bilir. Bilərsənsə, bilmirəm, hansısa bir mahnı ilə bunu edə bilərsən. Amma növbəti sualdan sonra. Çingiz, görmüsünüz belə düymələr var. Onlarda ənənəvi 4 dəlik yox, 6 dəlik olur. Köynək düymələri var belə. Yox, yəni xüsusi olaraq görməmişəm, amma xəyal eləyə bilirəm. Mən təxmin edirəm nəyə görə. Çünki sözü gedən düymələri ilk dəfə Hermes brendi üçün Martin Margiela hazırlamışdı. Bu çox bahalı markadır və mənim üçün də, sizin üçün də, bir çoxları üçün də, tamaşaçılarımız üçün də əminəm. Bir sözlə, bu dizayn hazırlananda başa düşüldü ki, bu brendin ən xırda detallara belə diqqət etdiyini vurğulamaq üçün edilib. Bu dizaynın əsas xüsusiyyəti nə idi? Vaxt. Qırmızı masada fay start. Naxçıvan komandası vaxtından əvvəl sıxır. Norm Sement düşünür. Belə demək mümkünsün. Cavid Məmmədov desin. Cavid. Onlar bu 6 dəlikdən ibarət olan düyməni öz məhsullarında istifadə edərkən sonradan bəlkə gördülər ki, həmin düymənin toxunuşunda əgər böyük planda götürsə, indi yoldaş operator görünür, bizim formalarda məsəl üçün 2 dəlikdən istifadə olunub və sadəcə maksimum I hərfini burada simvolizə eləmək olar. Amma 6 dəlik olanda onu vizual olaraq H hərfi, Hermesin ilk hərfi olaraq göstərmək olar və fotolarda maksimum dəqiq görünür ki, hətta düymənin toxunuşunda belə H hərfinə
göndəriş olub. Tamamilə doğru cavabdır. Cavid sayəsində komanda aprel ayının çempionuna çevrilir. Norm Sement komandasına xüsusi hədiyyələri nar təqdim edir. Aprel ayının çempionu olaraq hər zaman olduğu kimi baş sponsorumuz olan nardan ayın çempionlarına xüsusi hədiyyələr var. Mən bir daha qalibləri təbrik edirəm və nar kuboku uğrunda mübarizədə finala onları aparan bu oyundan ən xoş təəssüratlarımı ifadə edirəm. Anar, sizə də böyük təşəkkürüm var. Çox sağ olun ki, mənimləydiniz. Müstəqil hakimimiz, baş sponsorumuz olanların İctimaiyyətlə əlaqələr üzrə meneceri Anar Məsimov idi. Maraqlı bir final olacaq Nar kuboku uğrunda. Bir tərəfdən Göyçayın Nar Plus komandası, digər tərəfdən çox təcrübəli Norm Sement. Bu bizə ona işarə edir ki, çox həyəcanlı final olacaq. Kubok uğrunda yarışlar gərgin olacaq. Siz finaldan başqa nə gözləyirsiniz? Norm şiddətlə gəlir, yəni Normdan gözəl oyun gözləyirəm. Çünki Norm çox, yəni Naxçıvan komandası zəif komanda deyil, amma yəni onlara qarşı bu cür oyundan sonra yəqin ki Norm əməlli başlı güc toplayıbdır. Amma hələ irəlidə may ayı var, iyun ayı var və hər iki ayın çempionlarını müəyyən etmək üçün yarışlarımız bir həftədən sonra davam edəcək. 9 verilişdən sonra isə kubok uğrunda oyun var. Gözləyin. Sevən duyan ürəkdir, mənim eşkim ən sərif bir çiçəkdir. Solmaz qarda yağışda, keçər qayadan daşdan, solar sərt bir baxışdan. Gözəl həyat sevən duyan ürəkdir, mənim eşkim ən sərif bir çiçəkdir. Solmaz qarda yağışda, keçər qayadan daşdan, solar sərt bir baxışdan. Sözdən bütün aləm dəyişər, acı sözdən saçlarına dən düşər. Məhəbbətdən doğuldum, gözəllikdən yoruldum, yolunda işıq oldum. Bir xoş sözdən bütün aləm dəyişər, acı sözdən saçlarına dən düşər. Məhəbbətdən doğuldum, gözəllikdən yoruldum, yolunda işıq oldum. Lay 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 Ne yakın komşu olduk bu dünyada, ayrı ayrı doğulduk bu dünyada, ahır gelip bir olduk bu dünyada. Ey hayat sen ne garibesin, sen hakimin, baktın bana, sen gün kimin, baktın bana, gözlerinin yarasıyla, güldü ömrüne baktı bana. Aylar geçir, iller geçir, akın olur, yadlar gelir, dolma olur, yakın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey həyat sən nə qəribəsən, ay həyat sən nə qəribəsən. Bu ilgarı yaşattık canımızda, gençlik geçti kaynadı kanımızda. Doğum oldu atamız anamızda. Ey hayat sen ne garibesin, sen hakimin, baktın bana, sen gün kimin, baktın bana, gözlerinin yarasıyla, güldü ömrüne baktı bana. Aylar geçir, iller geçir, akın olur, yadlar gelir, dolma olur,
bir axın olur. Yadlar gəlir, doğma olur, yaxın olur. Məhəbbətlə ötər ömür nağıl olur. Ey həyat, sən nə qəribəsən.